Hal-hazırda 20 və 30 yaşlar arasındasan və zəngin olmaq istəyirsən və YouTube-da özünə uyğun, sənə yol göstərə biləcək videolar axtarırsan və bu video qarşına çıxıb. Bugün sizə 3 biznes ideyasından danışacağım ki, son illərdə çox məşhur olan və sosial mediada gördüyümüz multimilyonlar qazanan gənclər, 17 yaşında, 20 yaşında, 25 yaşında olan gənclər bu 3 biznes ideyasından pullar qazanır və milyoner olurlar. Özüm də məşğul olmuşam və hal-hazırda da oluram. Bu biznes sahələrinə məşğul olan birisi olaraq hansının daha yaxşı və pis tərəflərini mən sizə göstərəcəm və bundan sonra artıq qərar sizin olacaq ki, hansını seçib onun arxasınca getmək istəyirsiniz. Fərqi yoxdur, hal-hazırda ola bilər ki 15 yaşındasan və yaxud da 25 yaşındasan və yaxud da izləyirsən bunu 35 yaşındasan. Heç bir fərqi yoxdur. Bugünə qədər keçmişində çox işlər görə bilərsən, onlayn bizneslər görə bilərsən və yaxud da offlayn bizneslər görə bilərsən. Biznes keçmişin ola bilər və yaxud da olmaya bilər. Heç bir aidiyyəti yoxdur buna. Texnikum bitirməyə gərək yoxdur, kollec bitirməyə gərək yoxdur, universitet bitirməyə gərək yoxdur və yaxud da bakalavr səviyyəsində təhsilinizin olmasına heç bir gərək yoxdur. Çox böyük yerlərdə təhsilin olmasa belə bu 3 sahəni hər birini yerinə yetirə bilərsən və özün analiz edərsən və ən sonunda bunu demək istəyirəm ki, sizə sadəcə və sadəcə bir yolu seçib, gündən-günə təkmilləşdirib, daha uğurlu bir insan olmaq üçün əlinizdən gələni etməlisiniz. Əgər bu 3 sahənin üçünü də eyni arada eləmək istəsəz və yaxud da hal-hazırda eləyirsinizsə, necə ki mən eləyirəm və bunlardan götürdüyüm təcrübə və bunların mənə verdiyi nəticəni sizinlə paylaşacağam ki, 3 biznes bir arada mümkün deyil. Əgər həqiqətən uğurlu olmaq istəyirsənsə, istədiyin xəyalında olan maşını almaq istəyirsənsə, xəyalında olan evi almaq istəyirsənsə, xəyalında olan ailəni qurub uşaqlarınla dünyanı səyahət etmək istəyirsənsə, sən sadəcə bir yol seçməlisən və onu təkmilləşdirmək üçün hər gün çalışmalısan. Birinci sahə kripto dünyasıdır. Hamımızın bildiyi kimi, bəlkə də bu videonu izləyənlərin %80%-i kriptonun nə olduğunu bilirlər, Bitcoin'in nə olduğunu bilirlər. Bir zamanlar, hətta mənə də deyilmişdi, 2012-ci il idi və dostum gəldi mənə, o zaman mən Velatrikdə ayaqqabı satırdım, dükanım var idi. Dostum mənə gəldi, yaxınlaşdı, dedi ki, Salih, belə bir variant var, personal kompüterim var, ilk öncə bunu soruşdu. Dedim, təbii ki, evdə personal kompüterim var. Və ondan sonra mənə dedi ki, istəyirsənmi pul qazanmaq? Dedim, təbii ki, istəyirəm pul qazanmaq. Biz gedirik bir paket alırıq $500 və sənin kompüterin, PC kompüterin açıq qalır hər zaman. Mənə bir şeylər anlattı, amma heç bir şey başa düşmədim. Dedim, yox, qardaş, bu mənlik deyil. Yəni özümü yorma, mən bu işə girən deyiləm. İllər sonra agah oldu ki, bu Bitcoin-u hak eləyə bilməsinlər deyənə bütün dataları, veriləri müxtəlif PC-lərdə, personal kompüterlərə gizlədirdilər və əgər o kompüter veriləri mənim kompüterimə yükləsəydilər, bu dəqiqə o verilər hardasa yaşayar olacaqdı, lakin mənim kompüterim həyatda olmayacaqdı. Yəni ki, onu hak eləmək mümkün olmayacaqdı və müxtəlif, ona görə də elə bir böyük şəbəkəsi var ki, bu Bitcoin arxasında. Ona görə də bu Bitcoin-u haqlaya bilmirlər. Və bu işiymiş. Bitcoin mining işi. Mən bunu təbii ki o zamanlar anlamırdım və qatılmadım və o dostum illər sonra mənə dedi ki, Salih, mən hal-hazırda yenə də o işlə məşğulam və milyonçuyam, multimilyonum var ki, arasından artıq 10 plus il keçmişdi. Yəni Bitcoin-u tanışdığım mənim 2012-ci ildə olmuşdu. Təbii ki, sizin də tanışlığınız var. Sosial mediada görmüsünüz, dostlarınızda görmüsünüz, hər hansı bir yer görmüsünüz, maraqlı olub sizə və nə vaxtsa bu işlə nəsə məşğul olmusunuz və yaxud da ki, day trading. Son zamanlarda məşhur olan day trading. Day trading çox gözəl bir işdir və bunu öyrənmək üçün təbii ki, sosial mediada, Instagramda, TikTokda, YouTube'da çox böyük dokumentarlar var. İnsanlar böyük traderlar, günlük trader eləyənlər, day trade eləyənlər öz tradelərini hətta canlı yayında belə insanlara göstərirlər və təbii ki, insanlar oradan özlərinə ehtiyac olan bilgiləri alırlar pulsuz şəkildə. Lakin borsa elə bir acımasız bir varlıqdır ki, acımasız birisidir deyə bilərəm ki, insanın gözünün yaşına baxmır. Hər hansı bir manipulyasiyada, hər hansı bir çevrilişdə, hər hansı bir xəbərdə Amerikada baş verən, dünyada baş verən, İranda baş verən, fərqi yoxdur, Çində, dünyanın dörd bir yerində baş verən hadisələrə bağlı olaraq ani sıçrayışlar, yuxarı sıçrayışlar, aşağı sıçrayışlarla insanların əlində olan kapitalları sıfıra endirməyə
1 saniyədə malikdir. Ona görə də çox riskli bir işdir və mən sizə bunu deyərdim ki, əgər hal-hazırda yeni bir biznesə başlamaq istəyirsinizsə və day trading çox gözəldir. Yəni Azərbaycanda qruplar var. Mən ora qoşulacam, onlar mənə siqnal verəcək. 10 dollarımı eləyəcəm 1000 dollar, 1000 dolları eləyəcəm 100 min dollar və mən 100 min dolları rahat şəkildə milyon eləyə bilərəm və kripto milyoneri olacam. Bunu deyirsinizsə, bunu xəyal eləyirsinizsə çox yanlış düşünürsünüz və bu sadəcə 1 illik təcrübə ilə, 2 illik təcrübə ilə əmələ gələn iş deyil. Təbii ki, insanlar var, nadir insanlar var, bəxtləri, şansları gətirib hər hansı bir meme coin alaraq, 100 dollarlıq bir meme coin olaraq onu milyonlara çeviriblər. O da düzgün vaxtı, düzgün anda yaxaladıqları üçün. Lakin bu hər zaman insanların başına gəlmir. Bu mində bir, milyonda bir insanın başına gələn bir şeydir. Meme coin'dən milyonçu olmaq. Və əgər sən day tradinglə 10 dolları milyon dollar eləmək istəyirsənsə bu mümkün olmayacaq. Bunu sən 10 dolları dəfələrlə qoyacaqsan və itirəcəksən. 100 dolları dəfələrlə qoyacaqsan və itirəcəksən. Çox riskli bir işdir və əlində olan kapitalı da itirəcəksən və hər hansı bu günə qədər fiziki işlərdən topladığın hər hansı bir büdcən varsa, o büdcənin balaca bir qismini day tradingə qoyub və onu milyonlara qatlamaq istəyirsənsə, bu yanlış bir fikirdir. Bunu nail olmayacaqsan. Və bu 10 dolları, bu 100 dolları dəfələrlə qoyaraq axırda görəcəksən ki, artıq 5000, 10000 dollar sən itirmisən, lakin ortada heç bir şey yoxdur. Amma sən bir anda 10000 dolları day tradingə qoyub və müəyyən bir insanlardan dəstək alaraq o 10000 dolları gündəlik sənə gəlir gətirəcək bir maşına çevirə bilərsən. Gündəlik sənə 20 dollar, 30 dollar, 50 dollar, 100 dollar aşmamaq şərti ilə sənə pul gətirəcək bir sistemə dönüşdürə bilərsən. Bu da bir reallıqdır təbii ki. Lakin indi hal-hazırda 10.000 dollar hər insanın cibində olmadığı reallığını da göz önünə gətirsək, bunu biz tam asanlıqla deyə bilərik ki, hər insan bunu həyata keçirə bilməyəcək. Əgər hal-hazırda beginner olaraq, yeni başlayan biri olaraq nəsə biznes axtarırsansa, Bitcoin dünyası sənin üçün deyil. Day trading sənin üçün deyil. İkinci biznes sahəsi sosial mediadır. Sosial media marketing agency ola bilər, SMM ola bilər və yaxud da insanlara sosial media dəstəyi verə bilmək, onların followlarını yüksəltmək və yaxud da sadəcə olaraq bir əlində olan telefonla 15, 16, 17, yəni iPhone telefonu ilə balaca bizneslərə dəstək verə bilərsən. Ola bilər ki, hal-hazırda da məşğulsan, lakin bunun üçün də sənin müəyyən bir xayb yığmana gərək var. Yəni sən əgər portfolyo göstərə biləcək, öz işini sübut eləyə biləcək dərəcəyə çatmaq istəyirsənsə, bunun üçün böyük pullar xərcləməlisən. Mən özüm Dubayda yaşayan birisi olaraq 2020-ci ildən burada yaşayıram və 2020-ci ildən 2026-cı ilə qədər sizin xəyal eləyə bilməyəcəyiniz qədər mən sosial medianın inkişafı üçün çox pullar xərcləmişəm və sosial medianızı hər hansı bir çıtaya gətirmək üçün və başqalarının sizə inanıb sizə o işləri verə bilməsi üçün və sizə inanıb öz sosial medialarını sizə etibar eləyə bilməsi üçün çox böyük pullar xərcləməlisiniz. Bunun üçün də sizin gərək ki, initial, başlanğıc olaraq bir kapitala ehtiyacınız var. Bu sadəcə 1000 manatla əmələ gəlmir, 2000 manatla əmələ gəlmir. Bu o getdiyiniz yolda sizə çox pullar xərcləyəcək ki, siz o reputasiyanı yaradasınız sosial mediada, ondan sonra da bu işləri götürəsiniz. Və sosial media həqiqətən çox əladır. İnkişaf eləmək və bir gündə məşhur olmaq belə mümkündür. Necə ki 2020-ci ildə Kabilami sadə bir hərəkəti ilə, bu hərəkəti ilə dünyaca məşhur oldu hal-hazırda. Keçən il səhv eləmirəmsə 980 milyon dollara 1 milyard dollara yaxın olaraq öz brendini satdı. Bir neçə həftə öncə Efiopiyada yaşayan bir gənc, ayaqqabı düzəldən bir gənc, ekstradan qalan dərilərlə, ayaqqabılarla özünə stilistik formada paltarlar, kepka və yaxud da ki sumka, çanta düzəldib, onu sosial mediada paylaşıb çox viral oldu və milyonlarca, 100 milyonlarca insanlar onu izlədi və təbii ki, ondan sonra da böyük brendlərlə collaboration və milyonçuya çevrildi. Efiopiyada yaşayan bir uşaq. Bu o deməkdir ki, sosial medianın gücü təbii ki, yüksəkdir, lakin əgər sən Azərbaycanda yaşayırsansa, əgər sən Azərbaycanda kiməsə hansı bizneslərə dəstək olmaq istəyirsənsə, Azərbaycan qısıtlı bir yerdir. 10 milyon əhalisi olan bir
ölkəyik və Azərbaycanda 100 milyonlarca insanlara çatmaq çox nadir hallarda baş verir ki, böyük sosial media işlədən influencerların səhifəsinə baxdığımda, mən özüm də araşdırdığımda görürəm ki, bəzən videoları qlobaldan kopyaladıqları videoları 70 milyon, 80 milyon, 100 milyon baxış gətirir, lakin bu baxışlar onlara heç bir şey qazandırmır. Sadəcə onlar öz səhifələrini pinləyirlər ki, mən qlobaldayam artıq, yəni bu öz sözünü deməyə gətirir ki, ona qədər onlar da çox böyük pullar xərcləyiblər ki, o səviyyəyə gəlsinlər və başqa bizneslər onlardan servis alsınlar. Yəni bu o deməkdir ki, əgər sosial media biznesinə başlamaq istəyirsənsə, böyük bir kapitalın lazımdır başlanğıc olaraq və yolda gedərək də yenidən böyük kapitallar xərcləməlisən ki, müəyyən bir səviyyəyə çatasan. Və üçüncü metod isə 2018, 2019, 2020-ci illərdə belə pik səviyyədə olan dropshippingdir. Dropshipping istehsalçı ilə istehlakçının arasında olan bir mağazadır. Və bu mağaza təbii ki, xalqlar dostluğunda 20 yanvarda əcəmidə olan bir mağaza deyil. Təbii ki, o mağazanın eynisi, lakin onlayn şəkildədir. Sən müəyyən bir veb-sayt qurursan, təbii ki, burada aracı applicationlar var, tətbiqlər var, orada öz veb-saytını qurursan. Veb-saytının da qurulması çox asandır və ona görə də, yəni bu işə başlamaq üçün sənin çox kapitala ehtiyacın yoxdur. Və bu istehsalçı ilə istehlakçının arasında olan onlayn mağazanı inkişaf elətdirib və sadəcə olaraq onu reklam edərək öz sosial medianda və onun da təbii ki yolları var. Çox orqanik yollarla böyük nəticələr əldə edə bilərsən və bunun üçün də biz bu işin, dropshipping işinin necə başlaya bilərsən və necə ilk ayda çox az məbləğlə, çox az kapitalla başlayıb ilk aydan necə 500 manat, 600 manat, 700 manat, hətta 1000 manat qazana bilərsən, bunun yollarını Zoom mitinqində biz sizə açıqlayacağıq. Mən və Türkiyədə, Azərbaycanda və dünyada Amazon, eBay və dropshipping sahəsində mütəxəssis olan yaxın dostum və mən bunu açıqlayacağıq sizə 30 iyul tarixində və bu private Zoom mitinqinə qoşulmaq sadəcə və sadəcə 49 AZN olacaq və 49 AZN ödəyərək siz bu private Zoom mitinqinə qoşula bilərsiniz və A-dan Z-yə necə bu işi qura bilərsiniz, onların ilkin təməl bilgilərini öyrənə bilərsiniz. Əgər sən də private Zoom mitinqində yerini almaq istəyirsənsə, bu videonun aşağısında yerləşdirəcəyim forumda bilgiləri doldur və 30 iyul tarixində biz görüşürük. Bu 2 günlük səhər yeməyinin qiyməti olan 49 manatı ödəyərək böyük biznes qurmaq imkanı əldə edə bilərsən və çox böyük kapitala ehtiyac olmadan.